Hər bir salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Bugün qısa bir film hazırlamışam. Çox bomba bir video olub. Ətrafı zibilləyən, yəni şərəfsiz özəl bir videodur. Həqiqətən belə insanlar var. Videoya sonuna qədər baxıb like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Videonun da başlığını şərəfsiz zibilatır qoyacağam. Partladım da yəni. Sağ olun, sevilirsiniz. Sona qədər izləyin, bir dənə like atın. İndidən like'ları yapışdırın. Əminəm ki, xoşunuza gəlir. A few moments later. Yuxuda görmüşəm ki, anam mənə deyir ki, gez zibilləri at. Gedim bir dəfə zibilləri atım. Çox yatmışam, bəs yatdım. Dedim zibilləri atım gəlim də. Anam dedi qulluq təpşirib. Kabus gördüm. A few moments later. Uğraşdı qaqaş. Benzimişəm. Bütün günü zibil aparvatallar. Bütün günü bezirəm uğraşdı. Atacam bir ikinci qırağa bunu. Məndən günah getdi qaqaş. Salam brat, necəsən brat? Kefin alın. Mənim halımı soruşma brat, həkim deyilsən. Mən səndən halımı soruşa bilərəm ancaq. Tabii canım. Helal olsun ulan. Zibil aparvatıram brat. Nə, çoxdan zibil atmıram. Deyirəm də qaqaş, mənə heç kim deyə bilməz ki, get zibil at. İndi bu səfər kefimə düşdü, aparıb atıram. Var da sən körsən deyəsən, arada zibil aparıb atıram, onu görməmsən sən. Neysə də qaqaş, sağ ol, get işinlə məşğul ol. Qaqaş, əlimdə zibil var. Kimdi zibil yeşiyin yanına kim gedən? Bunu buralarda bir yerdə tulluyum mən. Qoy bu eşşək də geçsin. Dost istəyirəm ala buna. Gedib işinlə məşğul olsun. Elə dost olar ala. Bütün gün halımı soruşur. Qoyun bunu qırağa, zibili. Kimdi zibil yeşiyin yanına kim gedən həqiqətən? Yorğunam da gedib yatacam. Qoy qaldı burada. Zibil də itlər yeyəcək. Çıxım aradan qaqaş.